Salam uşaqlar, sizinlə testlərin izahına baxaq. Hansı cümlədə qeyri-müəyyən say işlənmişdir? Doğru cavab E bəndidir. Bir çox həkimlər bir çox qeyri-müəyyən miqdar sayla sonra ad bildirən söz gəlib və lər şəkilçisi qəbul edib. A'ya baxaq. Bir qədər gedəndən sonra, özündən sonra fe'l gəlibsə zərfdir. Çoxdan görə bilmədiyi dan burada leksik şəkilçisidir. Çoxdan sözü xalis zərfdir. Düzəltmə zərfdir. Uşaqlar divarı bir qədər rəngləyib. Yəni bir qədər sözü hərəkətə aiddir deyə bu zərfdir. Bu məsələni onlarla məsləhətləşmək istədim. Onlarla, onlar ilə deməkdir ki, la burada qoşmadır, onlar isə əvəzlişdir. Özündən sonra gələn ismin yalnız cəmdə işlənməsini tələb edən say bir çox, unutmaq olmaz, bir çox və bir sıra qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər, həmişə özündən sonra gələn bu ad bildirən sözlər cəmdə olmalıdır. Saylarda şəkilçilərin yazılışında səhvə yol verilən nümunələri müəyyən edin. Doğru cavab burada C bəndidir. Yalnız üçüncü. Şagirdlərin 5-nə mükafat verildi. Burada i mənsubiyyət olmamalıdır. Ümumiyyətlə, mənsubiyyət belə halda mənsubiyyət və hal şəkilçisi varsa, mənsubiyyət işlədilir. Yuxarıya baxaq. Hal və xəbərlik, C şəkilçisi saya aiddir və dir xəbərlik. Burada mənsubiyyət mütləq olmalıdır. Əgər mənsubiyyət olmasa, ikisi bizə yaxınlaşdı idmançıların. Bu məntiqsiz görünər. 25-ci bizi salamladı. Bu isə xali sözü. Deməli, bütöv şəkildə sözlə yazılıb. Düzəltmə saydı sadəcə isimləşir. Məsələn, biz deyirik may ayının 28-də. May ayının 28-də orada mənsubiyyəti yazmadan birbaşa də yerli çal şəkilçisini yazacaq. Klasterə əsasən nöqtələrin yerinə yazıla biləcək fikirləri müəyyən edin. Əlbəttə, burada qeyri-müəyyən miqdar sayıdır. Özündən sonra gələn isim həm cəmdə, həm cəm şəkilçisi qəbul edir, həm də etmir. Onlarla və yüzlərcə sözlərinə baxaq. Doğru cavab burada E-dir. Amma onlarla bu leksik şəkilçisidir. Lərcə burada da leksikdir. Bəzən cümlənin fe'li xəbəri ola bilir. Xeyr, onlarla sözü heç bir halda əlbəttə fe'li xəbər ola bilməz. Yüzlərcə sözü cümlə üzvü kimi əsasən təyin olur. Bəli, bu düz fikirdir. Yüzlərcə qeyri-müəyyən miqdar sayı özündən sonra gələn isim həm cəm şəkilçisi qəbul edir, həm də etmir, yəni etməyə də bilər. Cümlə üzvü kimi də əsasən təyin olur. Sayın əsas sintaktik vəzifəsi nədir? Doğru cavab B bəndi təyindir. 6-cı. Nümunələrin birində numerativ söz işlənmişdir. Numerativ söz işlənmişdir. Doğru cavab işlənməmişdir, daha doğrusu uşaqlar. Burada buna diqqət eləyək, işlənməmişdir. Baxaq, bir cərgə adam, bir və adam arasında cərgə sözü numerativ sözdür. 1-2 nəfər şagird, 1-2 və şagird arasında nəfər var. Məhəlləmizə bir neçə nəfər yad adam gəlmişdi. Bir neçə və yad adam arasında nəfər var. Yurdumuzun bir qarış torpağı da bizim üçün müqəddəsdir. Bir və torpağı arasında qarış sözü numerativ sözdür. Doğru cavab C-dir. Burada heç bir numerativ sözdən bir qədər su. Bir qədər, bu qətrə deyil, bir qədər su. Yəni, bu aralıqda heç bir numerativ söz işlədilməyib. İsimləşən düzəltmə sayının işləndiyi nümunəni müəyyən edin. İsimləşən düzəltmə sayı, yəni ismin sualına cavab versin. Doğru cavab E bəndidir uşaqlar. Birincilər bir addım irəli çıxsın, kim? Nə üçün çıxsın? Kim? Birincilər. Birincilər həm düzəltmədir, inci şəkilçisi burada leksikdir və lər qəbul edərək isimləşib, ismin sualına cavab verib. 5-i ondan çıxmaq burada 5-i təsirli çaldı. Sadəcə bu söz özü sadədir. Onlarca adam bu işin öhdəsini onlarca elə isimləşmədən özü saydır. Neçəncilər bu işi görməlidirlər. Neçənci sözü əvəzlikdir, sadəcələr qəbul edib, amma əvəzlikdir. Sənə nə qədər lazımdır? Burada da heç bir deməli isimləşmədən söhbət getmir, eləcə də nə qədər mürəkkəbdir. Bir sözünün say kimi işləndiyi nümunəni müəyyən edin. Uşaqlar, burada doğru cavab D bəndidir. Məncə, bircə manat işimi həll edəcək.
Məncə sözü bilirik ki, burada modal sözdür, özündən sonra vergül var. Bircə manat işimi həll edəcək. Əslində 1 manat işimi həll edəcək. Yəni o adama sadəcə neçə manat lazımdır? 1 manat. Ona görə bir sözü burada bir sözü say kimi işlənib. Yəni sualın şərtini oxuyanda yaxşı olar onu xəttiyəsiz, əsas məqamı qeyd eləyəsiz. Yəni bir işarə şəklində bir sözü necə işlənib say kimi işlənib. Bəs C nədir burada? C isə burada ədatdır. Qüvvətləndirici ədatdır C burada. Gözəl bir gün bizi gözləyir. Bir burada ədatdır, qüvvətləndirici. Biri məni bu məsələdən agah etsin. Biri qeyri-müəyyən miqdar, qeyri-müəyyən əvəzlikdir. Biri sözü. Məncə ona bircə sən kömək edə bilərsən. Məncə ona bircə sən kömək edə bilərsən. Bax, diqqət eləyək, burada vergül işarəsi yoxdur. Bunun özü də bir diqqət çəkən məqamdır. Məncə mənim qədər mənasındadır deyə mən əvəzlik, C isə burada olacaq uşaqlar, qoşma. Burada C qoşmadır. Amma vergüllə ayrıldığı təqdirdə məncə fikrin mənbəyini bildirən modal söz qismində işlənmişdir. Burada qoşmadır. Ona bircə, yəni yalnız sən kömək edə bilərsən mənası yarandığından bircə sözü burada ədatdır və məhdudlaşdırıcı ədatdır. Yəni ancaq sən, yalnız sən kömək edə bilərsən. Özü də bircə, o bircə deyil, bircə deyəndə vurğu əyə düşür. Yəni bircə manat deyəndə burada ədədir. Bircə sən kömək edə bilərsən. Burada da elə vurğu sonuncu hecanın üzərində. İkisində də sonuncu hecanın üzərindədir. Sözün bir sənə deyil, sözün bir sənə deyil ki, sözün yalnız sənə deyil ki, bir söz də burada yenə ədatdır. 9-cu. Say işlənmiş nümunəni müəyyən edin. Doğru cavab uşaqlar E bəndidir. Cocuq Mərcanlıya qayıdış xeyli insanın sevinməsinə səbəb oldu. Xeyli qeyri-müəyyən miqdar saydı. Özündən sonra ad bildirən söz gəlib. İsim gəlib və onun qeyri-müəyyən miqdarını bildirir. Doğru cavab E-dir. Əhməd neçənci sırada oturub, neçənci sözü sual əvəzli idi. Bütün əsas nitq hissələrinin sual əvəzli idi. Çox danışan insanlar yalanı da çox sevir. Çox, özündən sonra hərəkət gəldiyindən zərf olacaq. İdmançılardan ibarət dəstə ümumiyyətlə burada yoxdur. Sənubər 5 mərtəbəli binada 3 otaqlı mənzil, 5 mərtəbəli, bax şəkilçi, 3 otaqlı, 5 mərtəbəli və 3 otaqlı sözləri isə nitq hissəsinə görə sifətdir. Birində bir sözü əşyanın miqdarını bildirir. Hərdən göy üzünü qara buludlar, hərdən göy burada ümumiyyətlə bir sözü yox. Doğru cavab D bəndidir. Bir gül ilə bahar olmaz, bir dənə. Burada elə say məzmunu bildirir. Say mənasında işlənir. Bir gəl mənim ömrümə bahar gətir. Bir burada ədatdır, qüvvətləndirici ədatdır. Uşaqlar sinifə bir-bir daxil olurdu, burada zərfdir. Bir üçün bu tərəfə bax, bir yenə burada ədatdır, qüvvətləndirici ədət məqamında işlənib.